eşq ilə çağlayan dillərə, saçına düzdüyüm güllərə, o gündən əzizim dünyadan əlvida deyirəm, əlvida. Bir zaman çarpan ürəkdi, bir zaman çaxan şimşəkdi, bir zaman həyata gərəkdi, bir zaman çarpan ürəkdi, bir zaman çaxan şimşəkdi, bir zaman həyata gərəkdi. Bir nurlu güneştir sönmüşsen, el çatmaz xeyala dönmüşsen, günahkar gezmeye dünyada. Elvida əzizim, elvida, elvida, elvida. Bir zaman çarpan ürəkdik, bir zaman çaxan şimşəkdik, bir zaman həyata gərəkdik, bir zaman çarpan ürəkdik, bir zaman çaxan şimşəkdik, bir zaman həyata gərəkdik. Əlvida, əlvida. Bravo! Ay, ne kadar emosiya var idi. İnanırsınız dostlar, qulağım sizin ifanızdaydı, amma gözüm sona dək Semur bəyin geyimində, pencəyində. Mən də elə bilirdim ki, gecənin ən şık geyinəni, ən şık geyinəni özüməm. Çox sağ olun. Aferin. Röya xanım, Ben buyurun. danışmak istəyirəm. Danışın, buyurun. Ay Allah, mən sizi qucaqlayıb öpmək istədim. Mən mahnını sizinle birlikte yaşadım. Çok teşekkür ederim size. Çok teşekkür ederim. Çünkü çok okunan, çok sevilen mahnıları yani bu derecede yeni təqdim etmək, bu derecede sevdirmək her adama nəsib olmazdı ki, bunu siz ettiniz. Buradan alqışlar həm də Eldar Qasımova. Bravo. Sizi təbrik eləyirəm. Ne diyeyim? Çox sağ olun. Zülfiyə xanım, buyurun. Çox emosiya verdiniz, çox əla idi. Və Seymur bəyin nə qədər səhnə eşqi var. Siz hər zaman səhnədə olun Seymur bəy. Çünki siz, mən belə anladım ki, siz səhnədə yaşayırsınız, yaradırsınız. Hər zaman, bax, belə səhnələrdə olun. Mikail daha ciddi, amma öz sözünü ifasıyla, səsiyle deyən, belə nöqtəsini, damgasını vuran hər ikinizi təbrik edirəm, birinci də Eldarı. Bravo Eldar. Sağ olun. Təşəkkür edirik. Gəlin biraz da Murad Arifin emosiyalarını öyrənək bu qarşı durma haqqında. Emosiyalarım boldu. İlk növbədə Oktay Kazımın musiqisi rockdan qaynaqlanan, rockdan ilhamlanan bir musiqidir sənətdə. Çünki Azərbaycanımızda rock musiqisini ilk yaradan insanlardan biriydi. Okay Eksperiment qrupu çərçivəsində. Və
bəlkə də ondandır ki, onun istənilən nəğməsini Orient Express kimi istedadlı komandalar rocklaşdıra bilir. Bu Əlvidanı biz daha klassik təqdimatlarda eşitmişik, amma o qədər haqqını verdi ki, bu təqdimat. Bizim hər iki iştirakçımızın səsində bir ahəng var idi. İfaları, mahnını partiyalara bölmək məharəti, burada şübhəsiz ki, Eldarın da uğurudur. Bu çox ağıllı düşünülmüşdü. Amma digər ki, səhnədə baş verənləri tamaşa edərkən bu zaman o məşhur yumor kəlməsi var. Deyir, bu переигрываете, bu не доигрываете məsələsi. Siz izafi roldasınız. Digərin sizə izafi dərəcədə rola girmirsiniz. Bax, bu təzadı mən hiss eləyirdim və bu təzad məni mahnının ortasında kimi narahat edirdi. Axırda bir siz nə fikirləşdim? Düşündüm ki, ay Murad, sən elə başını aşağı sal, səhnədə baş verənlərə baxma və gözəl ifadan həzz al. Çünki ifa gözəl idi. Mikail bizdə biraz sıxılandı. Mikail. Tamamlamırdılar. Bəli, Amma Mikail çox sıxılır. maraqlısı budur ki, Murad, təzadlar var idi onların obrazlarında, Obrazlar, yalnız xasiyyətlərində, amma ifalarında Bəli, yox idi. yalnız obraz aid idi bu. İfaları Elə tamam ona görə də bu özlərini mərhələnin adı qarşı durmalardır da. Eldar Qasımov, söz sizdədir. Mən böyük zövq aldım. Öncəliklə çox sağ olun bu xoş sözlərə görə mənim ustadlarım. Çox sağ olun. Onlar mənim dostlarım hər bir gözəl sözə layiqdilər və yetərincə özlərini çox gözəl göstərdilər və buna görə mən sizə təşəkkürümü bildirirəm. Demək istəyirəm ki, çox sağ olun. Mahnı seçimində yəni komandamla böyük tərəddüdlər içində idik. Çünki xarici mahnı seçmək istəyirdik, Azərbaycan mahnısı seçmək istəyirdik. Bu mahnıda, Əlvida mahnısında biz dayandıq. Çünki hər birinizi mən orada eşitdim. Bizim çox çətin bu tersiyalar, kvintalar və s. və ilaxır bu məqamlarda bizim çətin işimiz olmuşdu. Və bunun da öhdəsindən demək olar ki, 80% gəldiniz və mən həqiqətən razıyam. Ustadların bütün sözləri ilə tam razıyam, tam tolerantam. Seymur bəy, siz səhnəyə çox yaraşırsınız. Sizin surətiniz, obrazınız, sizin imiciniz tam səhnəli idi. Siz işıq saçırsınız, siz insanları cəlb eləyirsiniz. Bu çox gözəldir. Bəzi məqamlarda mən istərdim ki, sizə dəfələrlə məşqlərdə dedim ki, daha çox nəfəs verəsiniz, daha az bu tremolalar olsun, səs əsməsi və s. Çünki bu, başa düşürəm ki, bu təbiətinizdir, amma bu mahnıda bunu eləmək lazım deyildi. Hər halda hər şey çox gözəl idi. Çox təşəkkür edirəm. Mikail, səndə də dəfələrlə deyirdim ki, bu nə söz idi ki, elə bir ki, çatışmırdı. Yəni, aktyorluq çatışmırdı. Sən gözəl bir söz istifadə elədin. Artıq dedim getdi. Okey. Elə bir ki, nəysə gözləyirdin. Xüsusi bir kulminasiyanı gözləyirdin. Səs yerində, nəfəs yerində, hər şey öz yerində. Amma elə bil özünü axtarırdın bu mahnıda mı, Seymur bəylə bir yerdə dayanmaqda mı, bilmirəm. Mən bu vibe'ı ala bilmədim. Halbuki ifa baxımından hər şey çox möhtəşəm, çox yerində və ustadların sözünə qüvvət, gözləri bağlayıb sizə qulaq asmaq istəyirdim. Çox sağ olun. Bir qədər əvvəl onlar birlikdə hər kəsə əlvida deyirdilər. İndi bilmək istəyirik ki, Eldar kimə əlvida deyəcək? Sən də kvartalın axırında nə ölmək salmışsan? Seçim anıdır Eldar Qasımov. Dostlar, kimə əlvida deyirəmsə deyim, siz də fikirləşin. Yaxşı, dərindən fikirləşin. Dostlar, bu dəfə yolumu mən Mikail'la davam edirəm.
Joel. Təbriklər, layihədəsiz. Gel gel gel. Buyurub görüşə bilərsiniz. Çarpan ürəkli bir Tebrik edirəm. Məşqlərə vaxtında gəl. Gecikmeler var. Tebrik ediyorum. Hepsinde var. Hoş geldin. Uğurlar size. Rəsmi olaraq bu heç də son deyil. Biz sizi hələ ki şəkiyə buraxmırıq, hələ ki sizə əlvida demirik. Çünki qarşıda həlledici 10 saniyəmiz var ki, digər 3 ustaddan biri bundan yararlana bilər. Vaxt gedir. Çox təəssüflər. Seymur, buyurun. Nə var sürənizdə deyə bilərsiniz? Deyin, danışın. Çox sağ olun. Hamıya təşəkkür eləyirəm. Burada vaxt ayırmısınız, gəlmisiniz. Birinci növbədə sizə təşəkkür eləyirəm. Eldar müəllim, Eldar bəy, sizə təşəkkür eləyirəm. Sizə çox sağ olun. Demək, mənə əziyyət çəkən Rima xanım, Leyla xanım, Humay xanım, onlara təşəkkür eləyirəm. Çünki aylarla, necə deyərlər, bizim üstümüzdə işləyiblər. Yəni, məni ha çalışdırıblar ki, vibrasiya eləməyim, sonra bunu eləyirəm. Çox sağ olun, minnətdaram sizə. Öpürəm hamımızı, hamı. Çox sağ olun, çox sağ olun. Sağ olun. Çox sağ olun ki, gəldiniz, qatıldınız və özünüzü göstərə bildiniz. Seymuru gürültülü alqışlarla yola salaq, uğurlayaq. Şəkiyə bizdən bol-bol salamlar. Çok sağ olun Seymur Bey. Çok sağ olun. Sağ olun. Ay, ay. Var olun, var olun, var olun. Her zaman olun. Sağ olun. Uğurlar size. Şad olduk. Uğurlar. Sağ olun. Sağ olun.